Mən deputatımızın tuflilərin taqqıltısını eşitmişəm. Deputat dedim, mənim Bakıda yaşadığım ərazinin deputatı yadıma düşdü. Onu nə təşviqat kampaniyasında, nə də seçiləndən sonra bir dəfə də olsun görməmişəm. Cəmi bir dəfə görmüşəm, o da ölkə başçımızın çıxışı zamanı yatanda fotolarda görmüşəm. Seçki ərəfəsində dedilər ki, bəs həmin deputatımızın qonşu blokda tuflilərinin taqqıltısını qonşumuz Abdullah kişi eşidib. Məhəllədə hamı Abdullah kişini sorğu suala tutmuşdu. Abdullah kişi də özünü sanki qəhrəman kimi aparırdı. Mən deputatımızın tuflilərin taqqıltısını eşitmişəm. Mənim bu Ordubadlılar elə paxıllığım tutur ki, özüm əslən Ordubadlıyam deyə yas məclislərində, toy məclislərində Ordubadın deputatı Vüqar Rəhimzadənin kənd-bəkənd gəzib seçiciləri ilə görüşünü deyəndə utanıb ölüb yerə girirəm. Yalandan deyirəm ki, bizimki də gəlir. Ay mənim deputatım, nə olar? İndiyədək gəlməmsən, heç olmasa bir dəfə də biz tərəflərə də gəl də. Səni məhəlləmiz görsün, söz verirəm, heç kəsi qoymayacağım, nədənsə şikayət etsin. Özüm də səni görən kimi yaltaqlanacağım. Pafoslu, bəlağətli tərifləri sizə yağdıracağım. Tək ki, bir dəfə də olsun məhəlləmizə gəlin.